Salam, hər vaxtınız xeyir olsun. Bugünkü video izahda Elsəvər Vəliyev riyaziyyat riyazi məntiqə aid olan LGS 1-in izahını verməyə çalışacağım. Həm riyaziyyat, həm də gördüyünüz kimi riyazi məntiq suallarını 15 sualdır. 4-cü sinifə aid izahlarını verməyə çalışacağım. Başlayaq ilk sualdan. Deməli, bir verilən bərabərsizlikdə boşluğa aşağıdakı ədədlərdən hansı yazıla bilər? Biz bərabərsizlikdə nəyi görmüş oluruq? Ədəd, buradakı hər hansı bir ədəd olacaq nöqtələrin yerində və həmin ədəd gördüyümüz kimi burada işarə var. Tutaq ki, x olsun. X 15205-dən kiçik olmalıdır. Amma gördüyümüz kimi buradakı işarə o deməkdir ki, x 15055-dən böyük ədəd olmalıdır. Və hansı yazıla bilməz deyir. Buna da mütləq diqqətlə baxmaq lazımdır. Hansı yazıla bilməz? İndi baxaq A variantına. A variantı yazılıb 15070. 15070 15055-dən böyükdür. 15205-dən kiçikdir. Yəni yazıla bilər. Daha sonra 15100. 15100 baxırıq ki, 15055-dən böyükdür və digər tərəfdə isə 15205-dən kiçikdir. Deməli, bu ədəddə yazıla bilər. Sonra 15199. 15199 təbii ki 15055-dən böyükdür. Buradan ayrı baxa bilərik. Və digər tərəfə baxaq. 15205-dən isə kiçikdir. Təbii ki bu variantda doğrudur. Yəni yazıla bilər. Amma 15255 yazıla bilməz. Niyə görə? Bu ədəddən böyükdür. Bu şərti ödəyir. Amma digər tərəfə baxsaq 15205-dən kiçik deyil. 15255-dir burada. Yəni bu ədəd yazıla bilməz. Keçdik ikinci suala. Banunun kassasında 18 ədəd 10 qəpiklik. Deməli, banunun kassasında 18 vurulsun 10 qəpik, yəni 180 qəpik. Sonra 11 ədəd 20 qəpiklik. 11 vurulsun 20 qəpik, bərabərdir 220. Daha sonra 10 ədəd 50 qəpiklik. Onu da 50-yə vursaq, bərabər olar 500 qəpik. Buna görə banunun kassasında neçə manat pul var? Heç bunları toplayırıq alt-alta. 0, 802, 0, 1 yadda. 5 üstünə 2, 7, üstünə 1, 8, 1 də yadda 9. Yəni 900 qəpik, o da bərabərdir 9 manat. O da hansı variant oldu? B variant oldu. Keçək üçüncü suala. Teatr biletinin qiymətini məktəblilər üçün 6 manat, böyüklər üçün isə 8 manatdır. 4-cü siniflərdə 22 şagird, bax 22 şagird deyirsə, şagird. Məktəblilər üçün 6 manat deyir. Yəni 22-ni 6-ya vurmaq lazımdır. Burada. Daha sonra isə 6 valideyn. Böyüklər üçün 8 manata deyir. Yəni valideyn böyükdür təbii ki və 6-8-in burada altında 8-ə vurmaq lazımdır. Biletlərin cəmi neçə manat ödənildi ümumilikdə? Təbii ki bunları vuraq toplayaq. 6 2 12, 6 2 12 132, 6 8-in də 48. Kiçiklər üçün, yəni məktəblər üçün 132 manat. Böyüklər üçün isə 48 manat ödəmdir və toplamda 0, 1 yadda 4-cü sinif 7, 1 yadda 8 və burada da 1. 180 manat ödəndi A variantı. Keçək hesablayın. Hesablama əməlində bilirsiniz ki, əməllər ardıcılığına əməl etmək lazımdır. Yəni birinci qaydanı yadımıza saxlayaq. Mötərizə varsa onu etməliyik. Sonra ikinci vurma bölmə varsa onu etməliyik. Daha sonrası üçüncü isə toplama çıxma soldan sağa doğru hesablanır. Bu ardıcılığı gözləmək lazımdır. İndi misalımızı yazaq. Deməli, misalımızda birinci mötərizə varsa təbii ki, mötərizəni hesablayırıq. 250-dən 180 çıxsaq alınar 70. Daha sonra bölmə əməli var. Burada görürsünüz ki, 200-ü ayrım bunu. 200-ü 2-yə bölməliyik. 200-ü 2-yə bölsək təbii ki, 100 alınar. Daha sonra nə etdirik? Burada bunu silək. Burada 100 alındı. 200-ü 2-yə böldük. Bura yox oldu. 100 alındı. 600-dən 100 çıxsaq, 600 çıxılsın 100 və çıxılsın 70 qaldı. 600-dən 100 çıxsaq 500, 500-dən də
70 çıxsaq alınır 430. Yəni ki, D variantı. Növbəti suala keçək. Aşağıdakı figurlardan neçəsinin iti bucağı var? Biz düz bucaqlını bildik ki, düz bucaqlı və ümumiyyətlə kvadrat bunları silək. Düz bucaqlı və kvadratın bütün bucaqları 90 dərəcədir. Yaxşımı? Yəni 90 dərəcədir. Düz bucaqlı və kvadratın bütün bucaqları. Ona görə onda düz bucaqlı və kvadratda nə iti bucaq ola bilməz, nə də kör bucaq ola bilməz. Ümumiyyətlə iti bucaq nədir? İti bucaq odur ki, 90-dan kiçik, məsələn 0 ilə 90 dərəcə arasında olan bucaqlar, 90-dan kiçik, 0-dan böyük bucaqlar təbii ki, iti bucaq adlanır. Amma birinci və dördüncüdə isə nə var idi? Təbii ki, hamısı 90 dərəcə olduğu üçün iti bucaq yoxdur. Burada məsələn iti bucaq var. Bax, bunun hamısı iti bucaqdır. Sonra burada iti bucaq burada da görsənir, var. Yəni bu olar, bu olar. Sonra burada iti bucaq. Bax, bunlar düz bucaqdır. Bu kör bucaqdır, amma bu iti bucaqdır bu sondakı. Bu da olar. Və burada iki paralelogramdır və iki iti bucağı var. 2 dənə də kör bucağı var. Bizə neçəsinin iti bucağı var deyir. Yəni 4 dənə figurun iti bucağı var. Cavab C variantı. 155 dəqiqə neçə saat neçə dəqiqədir? Biz bilirik ki, yuxarıdan yazsam, 1 saatımız bərabərdir 60 dəqiqə. Ona görə də 155 dəqiqəni bölməliyik ki 60-a. Görək 155-in içində neçə 60 var? Təbii ki 2 dənə 60 var. 2-ni 60-a vuranda 120 eləyir. Qalıq çıxanda 5, 3, 35. Yəni ki 2 dənə 60-ım 2 saat 35 dəqiqə. Burada bu cür alınır. Daha sonra keçək 7-ci suala. 7-ci sualda bizə nə deyir? 7-ci sualda deyir ki, x verilib və ifadəsinin qiyməti tap. Birinci biz burada x-i tapmalıyıq. X-i tapmaq çox asandır. Diqqətlə baxın, bərabərdir 55. 2 toplanan var və cavab cəm 55 verilib. Təbii ki, x-i tapmaq üçün cəmdən digər toplanan çıxmaq lazımdır. X bərabərdir 55-dən 28 çıxanda, 5-dən 8 çıxanda 7. Burada da 4-dən 2 çıxanda 2 qaldı və x 27 alındı. Yaxşı, x-i tapdıq. Gedirik sağ tərəfdə, burada yəni. X-in yerinə nə yazırıq? Təbii ki, 27 yazırıq. 135 bölünsün 27. Bax, x-in yerinə x-i tapdım bu tərəfdə 27. Öncə gətirib yerinə qoydum. Yaxşımı? X-in yerinə 27 qoydum və 135 bölünsün 27 üstə gələk 80 hesablayın deyir. 135-i 27-yə böləndə bunu gedib yuxarıda da bilmirəm, indi özünüz beyninizdə yəqin ki tapa bilərsiniz. 5 dəfə alınır. 5 7 35, 3 yadda 5 2-ni də buradan vururuq. 5 2 10 135, yəni 5 dəfə alınır. Bu bölməməli, birinci təbii ki bölməməli etmək. 5, 5-in üstünə də 80 gəlsək olacaq 85. Cavabımız A variantı. Keçdik növbəti suala. Perimetri 84 metr olan düzbucaqlı şəklində bağın eni 17 metr olarsa uzunluğu neçə metrdir? Yuxarını silirəm. Yuxarını artıq qeyd etdiniz yəqin ki. Yuxarını silirəm və misalı buradan yazacağım. Perimetri ümumiyyətlə düzbucaqlı verirsə düzbucaqlını çəkmək lazımdır. Daha sərgəli çəkə bilərik. Düzbucaqlını çəkək. Daha sonra bizə başqa nə şərtlər verilib? Perimetri 84. Perimetri nədir? Biz bilirik ki, perimetri bütün ətraf boyunca uzunluğu, yəni bu perimetri eni və uzunluqlarının toplamı. Şəklində bağın eni 17 metr olarsa. Eni 17 metrdirsə, yəni 2 dənə eni var təbii ki. 17 metr bura, burada 17 metrdir. Və təbii ki, eynidir. Və uzunluqları da 2 dənədir. Biz görürük ki, buradan 2 dənə də uzunluğu var. 17-nin üstə 17 gəlib birinci. 17-nin üstə 17 gəlib neçə eləyər? Təbii ki, 17-nin üstə 17 gəlsək olacaq 34. 34. İndi biz həmin perimetr 84-dən 34 çıxacaq, alınacaq 50. Yəni ki, iki uzunluğun cəmi 50 olmalıdır. Amma sonda 50-ni də 2-yə bölmək lazımdır ki, hər birindən neçə dənə düşdü? 25. Burada 25 düşür, burada 25 düşür. Yəni ki, bizim düzbucağının uzunluğu 25 santimetrdir.
Daha doğrusu metrdir. İndi metrlə verib. Keçək 9-cu suala. Ədədi 5-ə vurub üzərinə 100 əlavə edib nəticədən deməli 50 çıxdıqda 100 alınır. Bu ədəd neçədir? Bu cür suallarda geridən qayıtdıqda cavabı tapa bilərik. Məsələn 50 çıxdıqda 100 alınır. Deməli ki 100-ün üstünə 50 gəlmək lazımdır. Tam tərsi görürük. Deməli əvvəl 150 imiş. Sonra üzərinə 100 əlavə edib deyir. 100 əlavə edib deyəndə ki, yəni 100 həmin bu 150-dən artıq 100 çıxacaq. 50 5-ə vurub deyirsə biz həmin 50-ni 5-ə böləcəyik. Tam geri gedirik və cavab 10 alınır. C variantı. Bunu digər yolla da izahlaya bilərəm. Gəlin digər yolunu izahlayayım. Təniş qurmaq lazımdır. Amma yenə də həmin eyni yola gəlib çıxır. Ədədi 5-ə vurub, ədədimizi məsələn x götürək. X-i 5-ə vurub, üzərinə 100 əlavə etsək. Üzərinə 100 əlavə etsək. Nəticədən 50 çıxdıqda, nəticə buradadır. Çıxsaq 50 bərabərdir 100 alınır. Burada da tam eyni bir şeydir. Yəni yazmayacağım artıq. 100 təbii ki 100-ün üstünə 50 gələcək. Burada çıxma var deyə. Sonra yenə çıxacağıq. 100 çıxacaq. Sonra isə vurma var deyə böləcəyik. Tam tərs işi görüb cavabı tapacaq. Deməli, keçək 10-cu suala. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədədlə birinci bu vergülə qədər olan hissəni fikirləşməliyik. Yəni misalın şərtini oxuyanda biraz diqqətli olub səbirlə işləmək lazımdır. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədəd. Ən böyük 3 rəqəmli ədəd deyirsə, məsələn 9, ən böyük deyirsə 9 ilə başlamalıyıq. Rəqəmləri müxtəlif dediyi üçün 8 və 7. Sonra rəqəmləri müxtəlif, burada rəqəmlərin ən kiçik 3 rəqəmli ədəd. Ən kiçik deyəndə biz 1 ilə başlayırıq. Sonra rəqəmləri müxtəlif dediyi üçün 0 yazırıq. Daha kiçikdir 0 çünki, sonra 2 yazırıq. Bizim üçün ən kiçik də bu. Deyir ki, fərqini tapın. Fərqini tapaq. 7-dən 2 çıxsa 5, 8, 9-dan 1 çıxsa 8. Yəni A variantı. Keçək 11-ci suala. Deməli bizə deyir ki, paltaryuyan maşın paltarları 1 saat 55 dəqiqə yuyur. 14:14-də paltarları yuyub qurtarması üçün maşını nə vaxt işə salmaq lazımdır? Bu cür misallarda çıxma etməliyik. Necə çıxma etməliyik? Təbii ki, son paltarları yuyub bitməsindən 1 saat 55 dəqiqə çıxanda geri qayıdırıq da. Çıxanda işə salma vaxtını tapa bilərik. Bunu necə çıxırıq? Bir var beyninizdə də hesablaya bilərsiniz. Saatı çox güclü bilirsinizsə, saat anlayışını. Bir də var ki, belə bu formada da çıxa bilərik. Normal çıxmamaq kimi. 14:14-dən çıxmalıyıq. 1 saat 55 dəqiqə, 1:55. Amma burada mütləq buradan ayırmalıyıq, sonra çıxmalıyıq. Yəni saatı saatlar ayırmalıyıq, dəqiqəni dəqiqə ilə ayırmalıyıq. Çıxma əməli. 14 dəqiqədən, burada 14 dəqiqədən təbii ki 55 dəqiqə çıxa bilmirik. Ona görə biz keçirik saatdan kömək almalı. Saatdan 1 saat götürürük, bunu 13 eləyirik. 1 saat götürmürük. 1 saatımız 60 dəqiqədir. 60 dəqiqəni bu 14-ün üstünə əlavə edirik. 60-ın üstünə 14 gələndə anladıq 74. Ona görə bunu 74 eləyirik. Daha sonra nə edirik? 74-dən 15 çıxa bilirik. 74-dən 15 çıxanda 9, 1, 19, 13-dən də 1 çıxanda 12. Yəni 12, 19 A variantı. 12-19-da işə salıb. Yəqin ki, aydın oldu hər kəsə. Keçək 12-ci suala. Günay alma və armudları 4 vazaya yığdı. Bizə bu 4 vaza önəmlidir. Hər vazada 3 və 5 armud qoydu. Günay vazalarının işdə cəmi neçə meyvə qoydu? Təbii ki, sayını tapmaq çox asandır. Amma bizə yenə də misalın həllinə uyğun deyil. Bax, çaşdırıcı sual. Sonunda deyil deyir. Məsələn, bu sualı sona kimi oxumayıb, bura kimi oxusaz, A variantı götürərsiniz və deyirsiniz ki, düzdür. Çünki 3-ün üstünə 5 gəlib, 3-ün üstünə 5 gəlib. 4-ə vurmaq lazımdır, təbii ki, cavab tapmaq üçün. Amma uyğun deyil deyir. Bu misalın açılışı 3-ü 4-ə vurub və 5-i 4-ə vurub. Digər yerdə də var. Baxın, 4-ü vurub 4. Ortaq vuruq 4-dür. Ortaq vuruq burada da 4-dür. Amma C variantında ortaq vuruq 3-dür. 3 ortaq vuruq ola bilməz. Burada ortaq vuruq 4 olmalıydı. Ona görə cavab C variantı. Misal hesablasaz da sonunda görərsiniz ki, misalın şərtinə uyğun gəlmir. 13-cü sual çox asan. Deyir ki, sual şərisinin yerinə neçə yazılmalıdır? Təbii ki, burada sıra 175-in üstünə 36 gəlmək lazımdır birinci. 175 üstə gedək 36 yazım mən bura. Deməli 1 yadda 11, yeni bir yadda 211.
Yazıram 211. 211-dən 155 çıxırıq. Deməli neçə alınır? 11-dən 5 çıxsaq 6. Burada 0 qaldı. Sonra 0 təbii ki birində digər tərəfdən almalıyıq. Ondan 5 çıxsaq 5 qalacaq. Burada da 1 qalmışdı. 1-dən 1 0 yazmaq ehtiyac yoxdur. Yəni 56. Sonra 56-nı bölmək 4-ə. 56-nı necə böləcəyik? 4-ə. 5-in içində 1 4-üm 4, çıxanda 16. 16-nın içərisində isə 4 4-üm 16. Yəni ki, sonda bura 14 yazılmalıdır C variantı. Aşağıdakı fiqur, bu ən asan suallardan biridir. Aşağıdakı fiqur bərabər hissələrə bölünüb, rəngli hissəyə uyğun kəsir neçədir? Biz ümumi neçə dənə hissə var, onu tapmalıyıq. 1, 2, 3, 4, 5. 5 dənə üçbüzaq var. 5-də və neçəsi rənglidir? Təbii ki, 1, 2, 3-ü rənglidir. 5-də 3, çox asanlıqla cavab tapmış oluruq. A variantı. Daha sonra onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən böyük ədədlər, onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən kiçik ədədin cəmini tapın deyir. Burada nə etmək lazımdır? Ümumiyyətlə, onluqlara qədər yuvarlaqlaşdırda, burada yuxarıda yazacağım. 80 alınan ədədlər yazıram. Ən böyüyü, məsələn, tutaq ki, deyirəm. 85 olmaz. 85-i yuvarlaqlaşdırsaq, 8-in sağında 5 olduğu üçün 90-a yuvarlaqlaşır. Biz birlikdə yuvarlaqlaşdırma qaydası ədədin sağına baxırıq. 0, 1, 2, 3, 4 olsa, bu 8 artmayacaq. Amma məsələn 5, 6, 7, 8, 9 olsa sağında və 8-in sağında bax, 8-in sağında 5 var. Ona görə 8 bir vahid digər tərəf 0-a çevrildi, 90-a çevrildi. Yəni ən böyük 84 imiş. 84 olar, 83 olar, 82 olar, 81 olar. Sonra təbii ki, başqa ədədlər də olar. 79 da yuvarlaqlaşdırsaq 80 olar. 78 də yuvarlaqlaşdırsaq 77-ni də, 76-nı da. Çünki 7-nin sağında 6 var. Görürsünüz, 7-nin sağında 7 var. Artacaq, 80-ə çevriləcək. 75 də olar, amma 74 artıq olmaz. 74-ü yuvarlaqlaşdırsaq 70 alınır. Bu olmaz. Bu ədədlər, yuxarıda yazdığım ədədlər onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınır. Ən böyüyü 84, ən kiçiyi isə 75-dir. Toplayaq. 84 üstə gələk 75, bərabərdə 9, 159, o da alınır C variantı. Bu da yəqin ki, sizlərə aydın oldu. Artıq bitdi riyaziyyat sualları və riyazi məntiq suallarına keçirik. Riyazi məntiq suallarına başlayaq. Deməli, ilk sual. Günel və Nigarın riyazi məntiq sualları ümumiyyətlə necə yazmaq lazımdır uşaqlar? Bunu birinci yadınıza saxlayın ki, qeyd aparmağı bacarmalısınız. Riyazi məntiq suallarını tam düzgün dəqiq yazmaq üçün. Ona görə diqqətlə baxın ki, siz də gələcək suallarda bu formada qeydlər apara biləsiniz. Deməli, birinci sual. Nigar və Günelin eyni sayda qələm var idi. Nigar və Günel. Eyni sayda qələm var idi və Günel Nigar'a 2 qələm verdi. Birincisi, biz bilmirik bunların neçə sayda qələm var və hər birinə 10 qələm verək. Özümüzdən bir ədəd yazdım, daha asan olsun deyə. Çünki eyni sayda qələm var deyir. Neçə qələm olduğunu bilmirik. 10 olsun, 20 olsun, 30 olsun fərqi yoxdur. Və yaxud da 5 olsun fərqi yoxdur. Deyir ki, Günel Nigar'a 2 qələm verdi. Bu Günel 2 qələm versə, Güneldə qalacaq 8. Nigar'a 2 qələm verdi. Nigar'ın olacaq 12 qələmi. Və Günelin sonunda deyir ki, Nigar'ın qələmlərinin sayı Günelin qələmlərinin sayına nə qədər çoxdur? Sonunda görürsünüz ki, Nigar'ın qələmi 12-dir, Günelin qələmi 8-dir. Yəni birində 2 artdı, birində 2 azaldı. Toplamda arada fərq 4 oldu. Bəziləri suala baxmamış, yəni sürətlə yazır, 2 yazır, çaşır təbii ki, amma diqqətlə baxsaq, birində 2 artır, birində 2 azalanda arada fərq 4 olur və B variantı. 3 kartın üzərində 0, 3, 5, 2-ci sual keçdik. Rəqəmləri yazılmışdır. Bu 3 kartı yan-yana qoymaqla neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olur? 3 rəqəmli ədəd məsələn təbii ki 0-dan ədəd başlamaz. 5-dən ədəd başlayaq. 5, 3, 0, 5, 0, 3. Yəni 530, 503. 5 ilə başlayanlar bitdi. Keçdi 3 ilə başlayanlar. 3, 5, 0, 3, 0, 5. 3 ilə başlayanlar bunlar təbii ki 0 ilə başlayan ədəd olmaz. Yəni 4 dənə. Üçüncü sual.
deyir ki, misal verib və olduğuna görə qutuların içinə sırayla aşağıdakı riyazi əməllərdən hansı gələ bilər? Və biz burada nəyi xatırlayırıq bu sualda? Birinci növbədə əməllər, bax əməllər verilib burada. Əməl işarələri verilib. Əməllər sırasını yadımıza saxlayın. Birinci mötərizə işlənməlidir. Sonra vurma bölmə, bayaq yazmışdıq, vurma bölmə. Sonra üçüncü isə artıq qısa yazıram, toplama çıxma. Artıq siz bu əməllər sırasını bilmirsinizsə qeyd edə bilərsiniz özünüz üçün. Mən qısa yazdım və yəqin ki anladınız. Burada möhtərəzi yoxdur. Təbii ki, vurma bölmə, sonra toplama çıxma edilməlidir. Məsələn, A variantını yoxlayaq. Görək 60 alınırmı? 72, 18. Burada toplama var, görürsünüz ki, toplama yazacaq A variantında. Sonra bölmə 3. Sonra vurmadır, görürsünüz. Vurma 2. Bərabər görə 60 alınırmı? Əməllər sırasına görə birinci 18-i 3-ə bölmək. Bölmə var. 18-i 3-ə bölsək 6. Sonra nə etməliyik? Vurma etməliyik. 6-nı da 2-yə vursaq 12. 6-nı 2-yə vursaq 12. Burada 12 qaldı. Bu 3-ün cəmi 12 oldu. Yəni bu 3-ün hesabısı 12. 72-ün üstündə 12 gələndə 84. Yəni ki, A variantı uyğun deyil. Bəlkə də bəziləri burada çaşır. Birinci 72-ün üstündə 18 gəlir. Məsələn, 72-ün üstündə 18 gələndə alınır 90, 90-ı 3-ə bölsək alınacaq 30, 30-u da 2-yə vuranda bərabər də alınacaq 60. Amma bu səhvdir. Təbii ki, belə 60 almaq olmaz. Əməllər sırasına görə birinci təbii ki, toplamanı etmək olmaz bu misalda. Ona görə A variantı çaşdırıcı sual idi, bu səhvdir. Keçir B variantı yoxlamağa. 72, B variantı birinci çıxanadır, görürsünüz. Çıxma 18, bölmə 3, vurma 2. Bərabər görə alınırmı? Burada əməllər sırasına görə birinci 18-i 3-ə bölürük. 18-i 3-ə bölsək 6. 6-nı da 2-yə vursaq, 6-nı 2-yə vursaq 12. Burada 12 alındı. 12 alındısa 72-dən də 12 çıxanda 60. Yəni B variantı düzgündür. Yəni burada birinci çıxmanı etməməliyik təbii ki. Yenə deyirəm, əməllər sırasına riayət etmək lazımdır. Dördüncü sual. Rəqəmləri cəmi 2 olan 4 rəqəmli natural ədədlərin sayı neçədir? Yaxşı sualdır. 4 rəqəmli deyirsə 4 dənə bir xətt çəkə bilərsiniz özünüz üçün. Deyir ki, rəqəmlərin cəmi 2 olan 4 rəqəmli natural ədədlərin sayı. 1 ilə başlasaq 1, 1, 0, 0. Məsələn, sonra birlərin yerini dəyişdirsək 1, 0, 1, 0, 1, 0, 0, 1. Yəni 1100, 1010, 1001. Rəqəmlərin cəmi 2-dir. Bir də 2000 var 2 ilə başlayanda. Rəqəmlərin cəmi o demək ki, bu rəqəmləri toplamaq lazımdır. Toplayanda görürsünüz ki, 1, 1, 0, 0 toplayanda 2 və yaxud da 1, 0, 1, 0 toplayanda 2 və yaxud da 2, 0, 0, 0 toplayanda 2. Yəni 4 dənə belə bir ədəd var. Sonra keçək 5-ci suala. 5-ci sualda nə deyir ki? Deyir ki, bir ailədə qız və oğlanlar uşaqları var. Bu ailədə 4 qız uşağı var. Hər bir qızın yalnız bir qardaşı varsa, ailədə cəmi neçə uşaq var? Deməli, uşaq, burada 4 qız uşağı var. Qız uşaqlarını qırmızı ilə göstərək. Məsələn, bir şəkil çəkim. Qız uşağı, 4 dənə qız uşağı var. Saçlarını da çəksək. Bunlar işin... Bunları boş verin, şəkil yaxşı alınmadı təbii ki. Deməli, 4 qız uşaq var. Hər bir qızın da bir qardaşı varsa, yəni bu məntiqi sualdır. Yəni hər birinin qızının bir qardaşı varsa, elə bir dənə qardaş olsa, bəsləyir. Çünki bax məsələn, bu 4 qız uşaq var. Bu qızın da bir dənə qardaşı var, bu qızın da bir dənə qardaşı var, bu qızın da bir dənə qardaşı var, bu qızın da bir dənə qardaşı var. Yəni bu ailədə 5 dənə uşaq var. Bəziləri çaşır, hər bir qızın yalnız bir qardaşı var deyəndə 4 dənə qardaş nəzərdə tutur. Təbii ki, bu səhvdir. Çünki burada məsələn bu bacıdır. Bu bacının neçə dənə qardaşı var? Artıq hamısı onun qardaşı 4. Hər bir qızın 4 qardaşı olmuş oldu. Yəni bu şərtə uymur. Yəni 4 dənə belə deyim də qız uşağı varsa, bir dənə qardaş varsa, həmin o 4 dənənin də bir dənə qardaş olmuş olur. A variantı ümid edirəm ki, anladınız. Keçək. Deməli, 3-cü suala, 6-cı sual. Bu da yaxşı sualdır. Qaçış yarışında Ruslan finişə meyit. Ümumiyyətlə, məsələn, finiş bura olsun. Finiş. Yəni, buradan başlayıb, bura qaçacaqlar. Tutaq ki.
Deməli, Ruslan finişə Mehdidən öncə. Bax, Ruslan öncə deyirsə, Mehdidən öncə deyirsə. Ruslanı qabaq atdım, görürsünüz. Elə ki, Ruslan buradadır, Mehdi buradadır, geri qalır Mehdi. Sonra, Vüqar Yaşardan sonra. Vüqar Yaşardan sonra deyirsə, Vüqar bura olsun, Yaşar bura olsun. Yaşar artıq qabaq olur da, Vüqar Yaşardan sonradır. Mehdi Yaşardan öncə. Baxın, bu Mehdi Yaşardan öncədirsə, elə Mehdi Yaşardan öncədirsə, Mehdini bura getirir, Ruslanı da bura getiririk. Bunları silir buradan. Sonra, Elçin isə Vüqardan öncədir. Elçin Vüqardan öncə, yəni Vüqar qıraqda qalırdı. Elçin qabaqdadır. Ya burada olsun, ya burada olsun, fərq yoxdur. Elçin Vüqardan öncədir. Məsəl üçün burada olsun. Elçin Vüqardan öncədir. Deyir ki, yağışlardan hansı finişə ən son çatdı? Heç özümüzdən baxın gördüyünüz kimi qeyd apardıq və sonda Vüqarın çatdığını gördük. Oldu B variantı. Deməli, 7-ci sual çox yaxşı sualdır. Aşağıdakı bölmə məndə 2A 2 rəqəmli ədəddir. A hərfinin yerinə aşağıdakı rəqəmlərdən hansı yazıla bilməz? Məsələn, 1 yoxlayaq. 76 bölünsün 21, 3 birim 3, 3 2 6. Təbii ki, olar. 76-dan kiçikdir, çıxsaq, məsələn, hər hansı bir qalıq alındı. Mümkündür. Məsələn, 76 B variantını yoxlayaq. Hansı yazıla bilməz deyir. 76 bölünsün 23, 3 yazsa 3/9, 3 2 6 69, çıxanda da qalıq qalır. Yəni, önəmi yoxdur bu qalığın, artıq olar. Yəni. Sonra 76 bölünsün 25. C variantı yoxladıq. Bu olarmı? Təbii ki, olar. 3 5 15, 3 2 6 1 75 qalıq 1. Yəni normalda yəni 76-dan kiçikdir. Amma diqqət yetirsəz, D variantı 76 bölünsün 27 3 3 7 21 3 2 6 81. Baxın, necə 76-dan 81 çıxa bilərik ki, mümkün deyil axı, çox oldu. Yəni bu artıq oldu artıq. D variantı ola bilməz. Bax, bilməz soruşur. Sonra keçirik 8-ci sual. 8-ci sualı indi izah etməyə çalışacağam. Yunus ədədinin üzərinə deməli 38 gəlməli idi. Lakin o səhvən ədəddən 38 çıxdı və ədədimiz məsələn x olsun. Deyir ki, 38 gəlməli idi bunun üzərinə. Amma səhvən o 38 çıxdı. Və 83 aldı. 83 cavabını aldı. Belə baxaq suala. Deməli, Yunus 38 çıxdı və 83 aldı. Görək x neçədir? X bərabərdir. 83-ün üstünə 38 gələndə olur. Burada 8-in üstünə 3 gələndə 1. Yenə 8-in 3 gələndə belə deyim, 11. Bir yadda 121. Yəni, Yunusun ədədi 121 imiş ki, 38 çıxıb 83 alınıb. Yunusun əslində hansı cavabı almalı idi? Yunusun ədədini istəmir. Əslində hansı cavabı almalı idi? Yəni, Yunus ədədinin üzərinə 38 gəlməli idi. Yəni, bu 121-in üzərinə 38 gəlmək lazım imiş. Toplayanda 9, 159. C variantı. Bu da biraz çəşdirici sualdır, amma diqqətlə oxusaz anlayacaqsınız. Deməli, Kamilə verilən fiqurdan 9-cu sual. 2 dənə hər hansı bir fiqur olacaq. Bir hissə kəsir. Aşağıdakılardan neçəsi onun kəsdiyi hissə ola bilər. Gəlin baxaq. Məsələn, birincinə baxaq. Birinci görək harada yerləşir. Varmı yəni ümumiyyətlə burada? Birinci baxıram. Burada yerləşir uşaqlar. Rəngi dəyişdirim. Buradadır birinci. Fikir verin, tərsinə çevirsəz, tərsinə baxsaz. Birinci var. Bu olar. Sonra ikincinə baxaq. İkinci görək haradadır. İkinci, mən burada görürəm elə. Yəni, bu çox asan göründü. İkinci var. Üçüncü, 2 dənə ürək. Bax, burada tərsinə görsənir. Yəni, var da, yəni, 2 hala kəsib bu formada götürmək olar. Dördüncüne baxaq. Dördüncü ulduz və bu işarə. Burada var. Yəni, görünür. Asanla görünür. Dördüncü də olar. Beşinciyə baxaq. Ürək və yanında bu tərsinə bu formada olan ürək. Ürəyin yanında ümumiyyətlə yoxdur, görürsünüz ki, eşinə. Bu ürəyin yanlarında belə bir fiqur yoxdur. Yəni, olmaz. Beşinci olmaz. Neçəsi kəsdiyi hissə ola bilər? 4 dənəsi ola bilər. Çox maraqlı sual idi bu da. Sonra keçək 10-cu sual. Verilənlərə görə aşağıdakılardan hansı səhvdir?
Baxaq diqqətlə, üçünə də baxmalıyıq təbii ki, tapmaq üçün. Birincisi heç nə aydın olmur, çünki dairənin üstünə 5 gəlib, 3 bucaq alıb. Biz bilmirik dairə neçədir, 3 bucaq neçədir. İkincidə də 3 bucağın üstünə 3 gəlib, dairə alıb. Burada ipucu yoxdur. Amma sonuncuda ipucu var. Çünki hər hansı bir ədəddən 4 çıxıb 7 alınıb. Yəni bu 11 imiş ki, sonuncu imiş ipucu. Belə suallarda həmişə hamısına baxmaq lazımdır ki, ipucunu tapmaq lazımdır. 11-dən 4 çıxsaq 7. Deməli, biz 3 bucağı 11 tapdıqsa, gəlib yuxarıda da 11 yaza bilərik. 11 yazsaq, deməli, birincinə baxırıq indi. Neçənin üstünə 5 gəlsə 11 alınır. Təbii ki, 6-nın üstünə 5 gəlsə 11 alınır. Dairəni 6 tapdıqsa, gəlib dairəni burada yazırıq. Neçənin üstünə 3 gəlsə 6 alınır. 3-ün üstünə 3 gəlsə 6 alınır. Və bütün bizim hesablama işi bitdi. Hansı səhvdir? Sual baxın, hansı səhvdir deyir. Deyir ki, 3 bucaq 11-dir. Düzdür. Sonra ulduz 3-dür. 3 bucaq 11-dir. Toplayanda 14. Düzdür. Sonra 6 bərabərdir. 2 vurulsun 3. Yəni ulduz 3. Düzdür. 11 çıxılsın ulduz neçədir? 3. 11-dən 3 çıxanda 8-lir axı. Görürsünüz uşaqlar. Səhvdir. Yəni səhv idi, bunu da tapdıq. 11-ci sual. Aşağıdakı fiqur perimetri 30 olan 5 bərabər tərəfi 3 bucaqdan düzəlir. Burada nə demək istəyir? 5 dənə 3 bucaq var və perimetri hər birinin 30-dur. 3 bucağın perimetri 30-dursa, bərabər tərəfi 3 bucağın hər birindən 10 düşür. Təbii ki, 3 tərəf olduğu üçün 3-ə bölünür 10. Fiqurun ümumi perimetri. Fiqurun perimetri uşaqlar nə deməkdir? Fiqurun perimetri tapanda həmişə biz qıraq tərəflərinə, bütün yan tərəflərinə getmək lazımdır. Bax bura. Yəni içəri tərəfinə getməyə heç nəyə ehtiyac yoxdur. Bütün yan tərəflərini toplamaq lazımdır. Necə toplayırıq? Biz burada bütün hamısı eyni 3 bucaq olduğu üçün bir tərəfin 10 tapmışıq. 10 tapmışıqsa bura 10-dur, 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 bura 10-dur, burada 10-dur, burada 10-dur. Perimetri olur. 7 dənə 10 görürsünüz qıraqda. 1, 2, 3, 4, 5, 6, 7, 7, 10, 70, yəni abonent. 12-ci sual. Aşağıdakı deməli şəkil kiçik kvadratlardan əmələ gəlmişdir. Bax, deyir ki, kiçik kvadratlar. Bunlar kvadratdır, kiçik kvadrat. 4 dənə kiçik kvadrat var. Şəkildə neçə kvadrat var? Bax, şəkildə neçə kvadrat var deyəndə artıq bir dənə böyük də kvadrat yaranır. Çünki 4 dənə kiçik kvadratdan bir dənə böyük kvadrat yaranır axı. Ona görə 5 dənə artıq kvadrat olmuş olur. Bu da biraz məntiqi sualdır. Yaxşı sualı keçək. 13-cü sual. Aşağıdakı cədvəldə ədədlər arasında bölmə əməli verilmişdir. Sual işarəsinin yerinə neçə yazılmalıdır? 120-ni 3-ə bölsək 40. Bölmə var ortada. 80-i 8-ə bölsək 10. Və burada da bölmə var. Bu bölmə işarəsidir. 40-ı 10-a bölsək 4. Çox asan sual 4. Birbaşa şifa etdim. 14-cü sual. Deməli, 100 metr uzunluqda düz bir hasarın dibinə 4 metr məsafə ilə dirəklər basdırılarsa, dirəklərin ümumi sayı ən çox neçə olar? 100 metr deyir. 100 metr deyirsə 100-ü bölməliyik 4, 4-də 1 dəyişir. Və 25 dənə bölgü olacaq. 25 dənə bölgü olacaq, amma ağacların sayı bir dənə artıq olacaq. 26 ağac olacaq. Niyə görə bu belədir? İndi mən sizə anladım. Məsələn, adicə baxsaq, burada belə bir sual yazsam. Məsələn, burada görürsünüz ki, neçə dənə bölgü var. Bölgü deyəndə, məsəl üçün, burada 4 metr. 1, 2, 3. 3 dənə bölgü olanda neçə ağac oldu? 1, 2, 3, 4. Yəni, ağacın sayı bir dənə artıq olur həmişə. Məsələn, başqa bir misal çəkim. 1, 2, 3, 4, 5, 6. Nəysə. İndi görə neçə bölgü var burada bahsediyorsun? 1 bölgü, 2, 3, 4, 5, 6, 7, 8. 8 bölgü var ama ağızların sayı bax. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ağacın sayı bir dənə artıq oldu. Yəni 100-ü 4-ə bölüb üstünə 1 gəlmək lazım idi. 26. Bu formada 26 tapdıq ən çox. Yəni anlamadığınız nə idisə, inşallah ki, başa düşdünüz. Bu da sonuncu sual. Biraz səbir tələb edən sualdır, amma yenə də asan sualdır, çətin bir şey yoxdur. Verilən hədəfə 5 dəfə ox atmaqla 101 xalı necə toplamaq olar? 5 dəfə ox atır və 101 xalı toplamaq istəyir. Məsələn, A variantı 2 dəfə B deyir. Hamısını hesablamaq lazımdır, uşaqlar. 2 dəfə B deyirsə, bunun altına xəçəcək. 2 dəfə B, B 24'dür. 2 dənə 24'üm. Bərabərdir 48.
Sonra nə verib? 2 dəfə C. 2 dəfə C-yə baxaq. C 23-dür. Yəni 2-ni 23-ə vurmaq lazımdır. 2-ni 23-ə vursaq olacaq 46. Sonra bir dəfə də A. Baxın, sonunda bir dəfə də A-ya vurmaqla deyir. Bir A-mız da 17-dir. 17 gələk. Burada 17. Can toplayaq görə alınırmı? 8-in üstünə 6 gəlsək. Deməli 14, 14-ün üstünə 7 gəlsək 21, 2 yadda 9, 111. A variantında 111 alındı. Yəni A variantı deyil, 101 xal toplamaq lazımdır. Burada belə çaşdırıcıdır var. Bunu 101 kimi toplaya bilən də ola bilər. Bu getdi bu variant. Burada son məncə cavab D variantında, birbaşa D variantına baxaq. 3 dəfə C, 3 dəfə C deyirsə 3 vursun 23-ə. Bərabərdir 3 9. 3 2 6, 69. Sonra bax 3 dəfə C. Sonra 2 dəfə D. D neçədir? D 16, 2 dəfə. 2 dəfə D 2 16-ın bərabərdir 32. 9-un üstünə 2 gəlsək 1, 1 yadda 9, 101. Yəni D variantı. Digər variantları da yoxlaya bilərsiniz. 101 xal alınmayacaq. D variantı. Lisey və gimnaziyalara hazırlaşan şagirdlər üçün 4-cü sinifdə, hətta 5-ci sinif şagirdlərdə bu suallar önəmlidir. Bilməlidirlər, işləyib fayda qazanacaqlar. Növbəti videolarımızda da LGS, bax 1 izah elədim, LGS 1 izah elədim, ilk sınavı. LGS 2, 3, 4 bu formada izahları paylaşmağa çalışacağım. Kanala abunə olmağı və paylaşmağı unutmayın, zəhmət olmasa. Oldu, təşəkkür edirəm. Sağ olun, gecəniz xeyir.